Salam əziz izləyicilər, 29 mart 2026-cı il tarixində dəyər nəşrlərinin növbəti buraxılış imtahanı təşkil edilir və 9 siniflərinin deməli Azərbaycan dilinin izahı ilə başlayacağım və izaha keçməmişdən öncə kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayaq. Vaxt məhdudiyyətlə əlaqədar mən bir qədər tez izah etməli olacağam. Səhv yazılmış sözü bizdən soruşur. Səhv yazılmış sözümüz bizim burada sehirbaz sözüdür ki, onun yazılışında i yoxdur. Mürəkkəb adın yazılışı səhvdir. Beynəlxalq Qadınlar Günü tərkibində gün sözü olub. Təqvimə düşən sözlərdə, mürəkkəb adlarda bütün sözlərin ilk hərfi böyük hərflə yazılmış olacaq. Burada sayların müqayisəsi zamanı deməli sıra sayı burada bir dənə Y variantı olacaq. Müəyyən miqdar sayları 78 və bir də 56 olacaq. Ona görə cavabımız Y variantıdır. Quruluşuna görə sadə və mürəkkəb olması və sözlər cümlələr arasında əlaqə yaradan köməkçi nitq səsimiz bizim bağlayıcıdır. Cavabımız Y variantıdır. Mənası frazoloji birləşmə olaraq xatırlamaq, təsəvvürünə canlandırmaq mənasında işlənir. Göz önünə gətirmək. Tabeli mürəkkəb cümlə ilə bağlı səhv fikri bizdən soruşur. İntonasiya ilə bağlanan tabeli mürəkkəb cümlələrdə adətən əsasən birinci baş cümlə gələr, budaq cümlə yox. Deməli, dağıdılmaq və görünmək feillərinin müqayisəsi zamanı qeyd edim ki, dağıtmaq feilindən dağıdılmaq tərkibində bir leksik şəkilçi var. Görünməkdə də yenə görməkdən görünmək. Feildən düzəlmişdir hər ikisi, ona görə bir ortada olmalıdır. Bir olan variantları həmən siləcəm və deməli ikinci sözümü, daha doğrusu dağıdılmaq məchul növdədir, içini götürəcəm. Hər ikisinin tərkibində bir leksik şəkilçi var, üçünü götürəcəm. Bir də görünmək qayıdış növdədir, 5-i götürəcəm. Cavabımız olacaq A variantı. Hansı cümlədə əvəzliklə amonim olan ədad işlənibdir? Burada da cavabımız C variantıdır. Mən belə sənə inanmaqda çətinlik çəkirəm, belə ədad mövqeyində çıxış edibdir. Həm də işarə əvəzliyi kimi işlənir. Sadə cümlənin şəxsə görə növünün ardıcıllığı, pis qonşu ilə necə yola gedəsən, bu ümumi şəxsli cümlədir, 1 olacaq. Daha sonra 3 olacaq, qeyri-müəyyən şəxsli cümlədir, döyüş əmrini 3-də verdilər. Baharın allı güllü vaxtı idi, şəxsiz cümlədir və sonuncu da müəyyən şəxsli cümlə. 1, 3, deməli 1, 3, 4 və 2. 1, 3, 4, 2 haradadır? D variantındadır. Hansı cərgədə həm qeyri-müəyyən, deməli qeyri-müəyyən, həm də təyini əvəzlik verilibdir. Burada hamı qeyri-müəyyən əvəzlikdir, bütün təyini əvəzlikdir, hər bütün, öz filan, kimsə bu da qeyri-müəyyən əvəzlikdir, hər təyini əvəzlikdir. Ona görə cavabımız həm A variantı doğrudur, həm də D variantı. Deməli, bundan yaxşı ola bilməz, maraqlı bir mətndir, hansı ki, hər birimizin dərs götürməli bir mətndir. Mən güllələrə nifrət edirəm qışqırığı əslində Cerinin, deməli, həkimlərin diqqətini özünə çəkərək onları psixoloji şokdan çıxarmağı deməli, hədəfləyirdi. Cavabımız olacaq B variantı. Deməli, nöqtələrin yerinə uyğun ifadə, burada sarsılmaz iradə olacaq, cavabımız B variantıdır. Cerinin ətrafdakı insanlara təsiri haqqında nə demək istəyir? O, deməli, çətinliyi olan insanlara ruh verir və onlara yol göstərir. Cavabımız olacaq, deməli, B variantı. Bu, bəzən insanların çoxlarını hövsələdən çıxarırdı. Təbii ki, hansı fikir olacaq burada? Cerinin içbinliyi bəzən real həyatın çətinlikləri ilə ziddiyyət təşkil edəcək dərəcədə güclü olması. Cavabımız olacaq C variantı. Qurban olmaq və dərs almaq seçimləri arasındakı fərq ondan ibarətdir ki, yəni burada qurban olmaq hadisələrin gedişatına təslim olmaq, digər ifadə isə deməli təcrübə qazanaraq irəliləmək mənasını ifadə edir. B. C obrazı ilə bağlı bizdən yanlışı soruşur. Deməli, çətin anlarda başqalarına kömək başqalarından kömək gözləmək yerinə özü çıxış edir. Birinci fikrimiz doğrudur. 2 səhvdir. Bir də 4 səhvdir. Cavabımız olacaq B variantı. Mətnə əsasən hansı fikri söyləmək mümkündür? Deməli, birinci fikir, Ceri başına gələn hər bir mənfi hadisədən bir təcrübə qazanmağa çalışır, bir doğrudur. Ətrafdakı insanlar Cerinin hədsiz içbinliyini bəzən təəccüblə qarşılayırdılar. Məsələn, hadisəni nəql edən şəxs üçün biz bunu deyə bilərik. Bir də 4 olacaq, cavabımız oldu A variantı. Mətnin məzmununa görə hansı fikir yanlış olacaq burada? Deməli, tibb işçilərinin ilkin müsbət sözləri Cerini tamamilə sakitləşdirmişdi, tamamilə sakitləşdirməmişdi. Tibb işçiləri, növbəti tibb işçisi
tibb işçilərin gözlərində bir vahimə var idi ki, bu adam sağ qalmasına görə hətta Jerry orada qışqıracaq. Ona görə B variantımız yanlışdır. 45-də qarşısına işarə qoyulan abzasda mətnlə ziddiyyət təşkil edən cümlə var. Həmin cümlə baxın bu hissədədir. Bu hissədədir. Deməli, Jerry burada deyir ki, qarşıma çətinlik çıxanda qarşımda iki yol olur. Ya qurban olmaq, ya da dərs almaq. Mən deyir, qurban olmağı seçirəm. Niyə ki, adam dərs almağı seçir. Ona görə mən qurban olmağı seçirəm cümləsini yazırsan, düzgün forması isə mən dərs almağı seçirəm. Mən dərs almağa, bax bu şəkildə yazmıram, sözlü dedim. Məni öldürməyən hər bir çətinlik məni daha da güclü edir. Aforizm mətnini əlaqələndirəndə biz yaza bilərik ki, mətnin bax bu hissələrinə əsasən yenə sözlü şəkildə deyəcəm. Deməli, soyğun üçün gələn oğrular, bax bu hissələrdən yazacaqsınız ki, soyğun üçün gələn oğrular Jerry'nin başına bədbəxt bir hadisə gətirdilər. Lakin Jerry'nin sarsılmaz iradəsi və onun optimistliyi onu ölümdən xilas edir. Belə bir fikirlər yazmalısınız. Şərh bölməsində yazarsınız. Nə fikir yazmısınızsa müzakirə edərik. Sabun istehsalı ilə bağlı ən keyfiyyətli xam mal cütlüyü deməli nədir burada? 1. Zeytun yağı, 2. Dəfnə yağı, 3. Qayın ağacın külü, 4. Bir də alma ağacın külü. Cavabımız oldu C variantı. Son abzasdakı məlumatlara əsasən sabun qəlibdən çıxarıldıqdan sonra niyə 1-2 ay gözlədilməlidir? Çünki kölgə bir yerdə quruması üçün. Cavabımız oldu C variantı. Sabun istehsalının tarixinə dair hansı fikir doğrudur? Təbii ki, müasir sabun sənayesinin müasir inkişaf mərhələsi 19-cu yüzilliyə təsadüf edir. Mətndə bu haqda məlumat var. 50-ci sualda sabunun unudulması hansı tarixi dövrünə əlaqəlidir? Təbii ki, 467-ci ildə Roma imperiyasının süqut etməsi ilə. Cavabımız oldu C variantı. Mətnə əsasən Sapo dağı ifadəsinin əhəmiyyəti sabun sözünün etimoloji, yəni mənşəyi ilə bağlı olduğu yer anlamındadır. Cavabımız olacaq burada deməli C variantı. 52-ci sualda kartof testi nəticəsinə dair hansı mülahizə doğrudur? Əgər kartof suda belə deyək də kartofun batması qarşılıqda suyun miqdarının çox, üzdə qalması isə külün miqdarının az olduğunu deyir. Cavabımız olacaq B variantı. Sənaye sabunlarında heyvan yağlarının istifadə etməsinin əsas səbəbi ondan ibarətdir ki, daha yaxşı köpüklənir. Cavabımız B variantı. Evdə sabun hazırlanma təlimatı ilə ticarət sabunlarının müqayisəsinə əsasən biz deyə bilərik ki, D variantında sənaye sabunları yaxşı köpüklənsə də təbiilik və təhlükəsizlik baxımından evdə hazırlanan sabunlardan geri qalır. Deməli, heyvan yağlarının üstünlüyü ondan ibarətdir ki, bir, daha yaxşı köpüklənir. Bax, köpüklənmə məsələsi mən sözlə deyirəm. Və çatışmazlığı odur ki, qeyri-təbii və təhlükəli olması. Qeyri-təbii və təhlükəli olması. Bitki yağlarının üstünlüyü ondan ibarətdir ki, deməli, daha keyfiyyətli, təbii olması, çatışmazlığı isə az köpüklənməsi və bir də müəyyən vaxt alması. Çünki qəliblərə töküləndən sonra sabun 1-2 ay kölgədə qurudulur. Bu da belə deyək də sabunlar üçün biraz əlçatanlığı azaldır da, aydındırmı? Anında istifadə etməyi belə deyək, istifadə etməyin qarşısını alır. Bu kimi fikirlər yazmışsınızsa doğrudur. Şərh bölməsində yazarsınız, müzakirə edərik. İkinci abzasa əsasən biz bulan bəndə yaza bilərik ki, deməli, ikinci abzasa əsasən yaza bilərik ki, sabunun mənşəyi, sabun sözünün mənşəyi, məsələn, Sapo dağının adı ilə bağlıdır. Sabunun mənşəyi, sabun adının mənşəyi, belə bir fikir yaza bilərsiniz. Keyfiyyətli sabunu biz, deməli, biz görürük 7-ci abzasda. 7-ci abzasda, çünki baxın, keyfiyyətli sabun, bir dəqiqə, keyfiyyətli sabun deyir, dayılamayın, keyfiyyətli yoxsa keyfiyyətsiz dedi. Bir dəqiqə, keyfiyyətli sabun. Aha, keyfiyyətli sabun, mətnin daha keyfiyyətli sabun, baxın, bu hissələrdədir, bax, bu abzasdadır. Bir dəqiqə, bax, bu abzasdadır. Bu da 7-ci abzasdır əslində. 8-ci abzasda evdə hazırlanan sabundan danışır.
Ona görə keyfiyyət, bəlkə də bunu 8-ci abzas yazaq biz. Amma daha keyfiyyətli sabun əldə etmək üçün nələrdən istifadə? Hə, biz bunu keyfiyyətli sabun 8-ci abzas yazaq. 7-ci abzas üçün yazaq ki, deməli, keyfiyyətli sabun üçün istifadə olunan yağlar. Aha, keyfiyyətli sabun üçün istifadə olunan yağları biz 7-ci abzasa yazaq bura. Keyfiyyətli sabun üçün istifadə olunan deməli yağlar. Deməli, keyfiyyətli sabun da biz 8-ci abzasda evdə hazırlanan sabun üçün yaza bilərik. Daha sonra heç nə, elə bu qədər. Bu qədər rahat, bu qədər deməli çətin bir şey yoxdur uşaqlar. Mən yenə deyirəm, vaxt məhdudiyyətlə əlaqədar tez izah elədim. Hətta situasiyalar demək olar ki, yazmadım. Şərh bölməsində fikirlərinizi yazarsınız. Nə yazmısınızsa situasiyalara, sizi maraqlandıran sualları yazarsınız, cavablandıracağım hökmən. Bu arada yenə videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayaq. Sağ olun.